Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub. Yanavaz.com xəbər verir ki, Ceyhun Cəlilov 2024-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasının baş naziri, 2023-2024-cü illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb. 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şapuz şəhərində anadan olan Ceyhun Cəlilov 2009-cu ildə Azərbaycan Dövlət İqtisadi Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura təhsilini tamamlayıb. Daha sonra Böyük Britaniyanın Essex Universitetində Maliyyə ixtisası üzrə 2-ci magistr dərəcəsi alıb və İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda strateji idarəetmə üzrə təhsilini davam etdirib. O, 2011-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illərdə isə BP Caspian şirkətinin Maliyyə Departamentində müxbir vəzifələrdə çalışıb. 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətində rəhbər vəzifələrdə fəaliyyət göstərib.